Kompüterin sürətini artırmaq üçün dediklərimi etmək lazımdır. Bunun üçün ilk növbədə klaviaturada olan Windows və R düymələrini basmaq lazımdır. Ekrana gələn pəncərədə və faiz işarəsini yazıb OK düyməsini vurmaq lazımdır. Ekrana gələn pəncərədə gələn nə varsa, hamısını silmək lazımdır. Yenidən Windows R düymələrini vurmaqla ekrana gələn pəncərədə Clean MGR yazmaq lazımdır. Belə bir pəncərə gələcək ekrana. OK əmri verəndən sonra bunu seçib OK əmrini vermək lazımdır. Belə bir pəncərə gələcək. Diski silmə əməliyyatı yerinə yetiriləcək. Bundan sonra yenə klaviaturdan Ctrl, Shift və ESC düymələri vurulur. Ekrana gələn pəncərədə Startup'a giririk. Yəni başlanğıc səhifəsinə giririk. Burada başlanğıcda olan bütün proqramları əngəlləyirik. Bu formada. Və beləliklə kompüterin sürətli işləməsini tənzimləyirik.